Hamıya salam. Unreal Engine daxilində sinematiklər dərslərimiz davam edir. Bugünkü dərsimizdə sekvenser daxilində keyframe'lərin və event tracklərin işləmə prinsiplərini sizlərlə öyrənəcəyik. Ümumiyyətlə sekvenser daxilində keyframe'lərin işləmə prinsipini öyrənməmişdən öncə sekvenser daxilində yerləşən bir neçə əsas düymələrin işləmə prinsipini öyrənək. Burada ilkin öncə track adlı xüsusi bir düymə görürük. Bu bölümə klik etdiyimiz zaman bizə bir neçə burada seçim verilir və buradan öz sekvenserimizin daxilində istədiyimiz funksionallığı əlavə edib istifadə edə bilirik. Misal üçün, danışacağımız event track özü də bu bölüm daxilində yerləşir. Bundan əlavə bu bölümdə Create New Camera adlı xüsusi bir düymə görürük. Bu düyməyə klik etdiyimiz zaman avtomatik olaraq sekvenser daxilinə yeni bir kamera əlavə edə bilirik. Və burada xüsusi bir məsələni diqqətinizi çatdırmaq istərdim ki, sekvenser daxilində istənilən sayda kameralar ilə işləmək mümkündür və ilərləyən dərslərimizdə bir sekvenser daxilində bir neçə kameranı eyni anda birləşdirib necə istifadə edəcəyimizi sizlərə izah edəcəyəm. Növbəti burada gördüyümüz render düyməsi vasitəsilə təbii ki, sekvenser daxilində düzəltdiyimiz istənilən videoroliklərin renderlənməsini, yəni render emal prosesini həyata keçirdə bilirik və burada gördüyümüz 3 düyməyə klik etdiyimiz zaman bizə əsasən mühərrik daxilində 2 seçim veriləcək. İlkin öncə burada gördüyümüz Legacy adlı xüsusi bir bölümü seçdiyimiz zaman bu mühərrikin köhnəlmiş render emal prosesini həyata keçirən xüsusi bir funksionallıq sayılır. Lakin biz bu bölümdən istifadə etməyəcəyik. Renderləmə dərsini keçdiyimiz zaman mən sizə mühərrik daxilində istifadə olunan daha yeni və innovativ texnologiya sayılan Movie Render Q adlı xüsusi bir texnologiyadan izah edəcəyəm. Növbəti burada gördüyümüz Playback Options adlı xüsusi bir bölümə klik etdiyimiz zaman öz sekvensimiz daxilində istənilən zamanlamanı və yaxud da kadrları buradan idarə edə bilirik. Gördüyümüz kimi burada Start və End adlı xüsusi bir parametrlər mövcuddur. Məhz burada gördüyümüz kimi sekvenser daxilində ilkin və yaxud da son kadrları nəzərə alaraq ümumilikdə sekvenser daxilində yerləşdirdiyimiz istənilən kadrları bu bölüm vasitəsilə idarə edə bilirik. Bundan əlavə Playback Options bölümü vasitəsilə sekvenserimiz daxilində ifa olunma sürətini və digər məsələləri də buradan dinamik şəkildə idarə edib istifadə edə bilirik. Növbəti burada gördüyümüz Automatic Key Binding adlı xüsusi bir düymənin köməyi ilə sekvenser daxilində istifadə edəcəyimiz istənilən keyframe'ləri öz istifadə edəcəyimiz funksionallıqlardan asılı olaraq avtomatik şəkildə həmin funksionallıqlara məxsus olaraq keyframe'ləri birbaşa sekvenser daxilində birləşdirib istifadə edə bilirik. Və son olaraq burada əsas fikir verməli olduğumuz bölmələrdən biri burada gördüyümüz bu FPS bölümüdür. Bu bölümə klik etdiyimiz zaman sekvenserimiz daxilində ümumi hər bir saniyədə neçə kadrın ifa olunmağını istəyiriksə, məhz bu bölüm vasitəsilə həyata keçirdib istifadə edə bilirik. Susmaya görə mühərrik bizə 30 FPS olaraq 1 saniyədə kadr emalını təklif edir. Lakin təbii ki, dediyimiz kimi öz sistemimizə uyğun olaraq buradan kadr sayını istədiyimiz şəkildə dəyişib istifadə edə bilərik. Burada vacib bir məqam ondan ibarətdir ki, kadr sayını biz burada artırdığımız zaman ümumi render emal prosesinin gedişatı uzanacaq deməkdir. Lakin təbii ki, render keyfiyyəti, yəni kadrların keyfiyyəti olduqca yüksələcək deməkdir. Bunu da xüsusilə nəzərə almaq lazımdır. Daha sonra burada Show Time As adlı xüsusi bir bölüm görürük. Bu bölümün köməyi ilə sekvenserimiz daxilində burada fikir versək, hal-hazırda susmaya görə bizim sekvenserimiz 0-dan 150-yə qədər kadrlara bölünüb. Məhz bu bölünməni bu hissədən kadrlarla deyil, birbaşa saniyələrlə də həyata keçirdə bilərik. Təbii ki, biz burada Seconds adlı bölümü seçdiyimiz zaman sekvenserimiz daxilində zamanlama cığırının kadrlardan birbaşa saniyələrə çevrildiyini burada sizlərlə görmüş oluruq. Və biz burada 30 FPS hal-hazırda seçdiyimizə görə məntiq ilə düşünsək, 5 saniyə ərzində 150 kadr emal olunacaq deməkdir. İndi isə sekvenser daxilində keyframe'lərlə necə işləyə biləcəyimizi sizlərlə öyrənək. Bunun üçün əvvəlcədən belə bir nümunə hazırlamışam. Təbii ki, sizə hal-hazırda göstərdiyim sırf nümunə xarakterlidir. Yəni burada heç bir kadr üzərində və yaxud da heç bir funksionallıq üzərində demək olar ki, əlavə iş görməmişəm. Bu gördüyümüz funksionallığı həyata keçirmək üçün sadəcə olaraq bizə səhnədə bir ədəd burada gördüyümüz reyslər və bu reysin üzərində hərəkət edəcək bir ədəd Sign Camera Actor adlı xüsusi bir komponent lazımdır. Bu komponentləri isə öncəki dərslərimizdən də öyrəndiyimiz kimi sinematik bölümü daxilində uyğun komponentləri bu bölümdən seçərək həyata keçirdə bilirik. Və təbii ki, Outliner bölümündə bu komponentləri mütləq şəkildə birləşdirməliyik. Daha sonra hər iki komponentimizi Outliner daxilindən seçirik və mouse'un köməyi ilə
bu şəkildə birbaşa sekvenserimizin daxilinə gətirib burada buraxmalıyıq və bu əməliyyatı icra etdikdən sonra öz sekvenserimizin daxilində həm səhnədə mövcud olan reyslərimizi, həm də səhnədə mövcud olan Sign Camera Actor adlı xüsusi bir kamera aktorumuzu burada görmüş olacağıq və hər bir komponentimizi qarşısındakı bu kiçik işarəyə klik etməklə bu komponentimizin bütün sazlamalarını sekvenser daxilindən idarə edə bilirik. Misal üçün, səhnədə yerləşdirdiyimiz reyslərimizin qarşısında üstəgəl işarəsi görürük. Buraya klik etdiyimiz zaman həmin reysimizin birbaşa Details bölümündə mövcud olan bütün parametrlərini bu hissədən sekvenser daxilinə əlavə edib istifadə edə bilirik. Misal üçün, mənim nümunəmdə reysin üzərindəki kameranı hərəkət etdirəcəyimə görə təbii ki, buradan Current Position on Rail adlı xüsusi bir bölümü seçməklə buraya əlavə etmişəm və sekvenserimizin 0-cı kadrında ilkin olaraq bu dəyəri 0-da saxlamışam və daha sonra burada gördüyümüz xüsusi bu işarəyə bir dəfə klik etməliyik. Bu işarəyə klik etdiyimiz zaman avtomatik olaraq sekvenser daxilində burada gördüyümüz belə bir yumru işarələr əmələ gələcək. Məhz bu işarələrə sekvenser daxilində keyframe'lər deyirik. İlkin kadrımızda bu keyframe'imizi müəyyənləşdirdikdən sonra bu xətt vasitəsilə öz kadrımızı ən sonuncu kadr olaraq burada bu şəkildə müəyyənləşdiririk və daha sonra burada Current Position on Rail adlı parametrimizi gördüyümüz kimi 0-dan %95-ə qədər qaldırmışam və bu əməliyyatı icra etdikdən sonra yenidən burada gördüyümüz bu işarəyə klik edirik və beləliklə öz sekvenserimizin başlanğıc nöqtəsində və son nöqtəsində müvafiq olaraq həmin keyframe'ləri sekvenser daxilinə yapışdırırıq və bu əməliyyatı icra etdikdən sonra fikir verirsinizsə, sekvenser daxilində timeline cığırında dəyişiklik etdiyim zaman başlanğıc və son kadrlar nəzərə alınmaqla bu keyframe'lər bizim təyin etdiyimiz dəyişikliyə əsasən funksionallıq göstərməyə başlayır. Bundan əlavə mühərrik daxilində sekvenser vasitəsilə nəinki qövsvari hərəkətlər, istənilən halda düz xətt boyunca hərəkətlərdən də istifadə edə bilərik. Bunun üçün sadəcə olaraq yeni bir sekvenser düzəldəcəyəm. Bu bölümdən yeni bir sekvensi əlavə edirəm və təbii ki, adlandırmanı burada həyata keçirdirəm. Yeni bir sekvensimizi burada düzəltdikdən sonra səhnəyə bir ədəd Sign Camera Actor adlı xüsusi bir komponent yerləşdirməliyəm və yaxud da bundan öncə sizə izah etdiyim kimi birbaşa sekvenser daxilində Create New Camera adlı düyməyə klik etməklə birbaşa sekvenser daxilinə yeni bir kamera əlavə etmiş oluruq. Kameramızı sekvenser daxilinə əlavə etdikdən sonra təbii ki, bizə lazım olan pozisiyada bu qaydada tənzimləməliyik. Öz kameramızı bu şəkildə tənzimlədikdən sonra ilkin başlanğıc freymimizdə öz kameramızın transform bölümünü buradan açırıq və bizim nümunədə kameramıza nisbətən zoom effekti verəcəyik. Bunun üçün təbii ki, transform bölümündə location bölümünü açırıq və burada gördüyümüz X parametrini istənilən şəkildə burada tənzimləyə bilərik. Təbii ki, ilkin kadrımızda bu dəyəri olduğu kimi saxlayırıq. Bunun üçün də burada xüsusi işarəyə bir dəfə klik edirik və gördüyümüz kimi sekvenserimizin daxilində bir ədəd 0-cı kadrda keyframe'imizi əlavə etmiş olduq və timeline cığırımızı ən sonuncu kadrımıza bu şəkildə gətiririk və daha sonra X adlı xüsusi location parametrini buradan istədiyimiz şəkildə dəyişirik. Bizə lazım olan dəyəri tənzimlədikdən sonra təbii ki, bir dəfə də burada gördüyümüz işarəyə klik edirik və artıq klaviaturada avtomatik olaraq Space klavişinə klik etməklə və yaxud da sekvenserimizin aşağı hissəsində Play düyməsinə klik etməklə birbaşa etdiyimiz dəyişiklikləri sekvenser daxilində bu şəkildə görmüş olacağıq və hal-hazırda da sizlərlə öyrəndiyimiz kimi ümumiyyətcə mühərrik daxilində vizuallaşdırma işlərində, istərsə də oyun proqramlaşdırılmasında xüsusi cutscenelər hazırlanan zaman kamera effektləri bu qaydada mühərrik daxilində işləmiş oluruq və bugünkü dərsimizdən də öyrəndiyimiz kimi ümumiyyətcə mühərrik daxilində olduqca sadə proseslər sayılır. Bundan əlavə sekvenser daxilində öz kameramıza hal-hazırda bağlanmış sayılırıq. İstənilən zaman öz sekvenserimizin daxilindəki kameradan birbaşa viewportumuzdakı yerləşən kameramıza keçid etmək üçün burada gördüyümüz kamera bölümünə bir dəfə klik etməyimiz kifayətdir və hal-hazırda biz birbaşa səhnədəki viewport kamerasına keçid etmiş oluruq və təkrarən burada gördüyümüz kamera işarəsinə klik etməklə yenidən sekvenser daxilində yerləşdirdiyimiz kameraya bağlanmış olacağıq. Ümumiyyətcə sekvenser daxilində keyframe'lərin işləmə prinsipini öyrəndikdən sonra indi isə gəlin sekvenser daxilində event tracklərin işləmə prinsipini sizlərlə öyrənək. Bunun üçün dediyimiz kimi əvvəlcədən track bölümündən event track bölümünə keçid etməliyik və burada bizə iki əsas seçim verilir. Trigger və repeater adlı bu seçimlər arasında əsas fərq ondan ibarətdir ki,
Biz burada repeater adlı bölümü seçdiyimiz zaman təkrarlanacaq eventlərdən burada söhbət gedir. Lakin trigger adlı bölümü seçdiyimiz zaman isə əsasən bir dəfə tətiklənəcək eventlərdən burada söhbət gedir. Nümunə olaraq burada trigger adlı xüsusi bir bölümü seçirəm və trigger adlı bölümü seçdiyimiz zaman sekvenser daxilində events adlı xüsusi bir bölümün burada əmələ gəldiyini görürük. Eventlərlə də işləmək sekvenser daxilində olduqca sadədir. Misal üçün, kameramız bu şəkildə hərəkət edən zaman burada 90-cı kadrda xüsusi bir event əlavə edirəm bura. Sadəcə olaraq bildiyimiz kimi bu düyməyə klik edirik və gördüyümüz kimi event track üzərində bir ədəd xüsusi bir keyframe əmələ gəldi. Məhz bu keyframe'in üzərinə 2 dəfə klik etdiyimiz zaman birbaşa sekvenserin xüsusi blueprint class daxilinə keçid etmiş oluruq. Məhz burada əmələ gələn bu xüsusi gördüyümüz event birbaşa sekvenser daxilində əlavə etdiyimiz bu keyframe'imizin eventi sayılır. Məhz burada da istədiyimiz kimi funksiyonallığımızı yazıb həyata keçirdə bilirik. Misal üçün bizim nümunədə burada sadəcə olaraq print string adlı xüsusi bir funksiyadan istifadə edəcəyəm və funksiyonallığımızı bu şəkildə ən sadə şəkildə yazdıqdan sonra alınan nəticələri compile və save edirik və yenidən sekvenserimizi işə salırıq və bizim kadrımız 90-cı kadra çatdığı zaman təbii ki, həmin eventə bağladığımız istənilən funksiyonallığı burada icra olunacaq. Lakin fikir verdinizsə, hal-hazırda ekranda print string funksiyasının işləmə prinsipini biz sizlərlə görmədik. Sekvenser daxilində əlavə etdiyimiz eventlərin işləmə prinsipini görmək üçün mütləq şəkildə bu sekvenseri play edib istifadə etməliyik. Bunun üçün isə nümunə olaraq level blueprint daxilinə keçid edirik. Bir ədəd inputumuzu buraya əlavə edirik. Inputumuzu əlavə etdikdən sonra burada mütləq şəkildə create sequence adlı xüsusi bir funksiyanı çağırmalıyıq və bu gördüyümüz create level sequence player adlı xüsusi funksiyanı burada çağırdıqdan sonra level sequence adlı bölüm daxilində bizim daha öncə mühərrik daxilində əlavə edib istifadə etdiyimiz sekvenserimizi buraya əlavə etməliyik. Mənim nümunəmdə level sequence 10 olaraq adlandırmışdım və daha sonra outactor adlı çıxış parametrimizdən birbaşa play adlı xüsusi bir funksiyanı çağırırıq burada. Və axtarış bölümündə play yazdıqdan sonra burada gördüyümüz play sequence player adlı bu bölümü seçirik və kodumuzu bu şəkildə tamamlayırıq. Compile düyməsinə klik edirəm və oyuna başlayırıq. Oyuna başladığımız zaman klaviaturada əvvəlcədən təyin etdiyimiz inputumuza klik edirik və gördüyümüz kimi bizim sekvenserimiz if olunmağa başlayır və ekranın yuxarı sol küncündə 90-cı kadrda bizim yazdığımız funksiyonallığın, yəni bizim nümunədə adi bir hello sözünün ekranda çap olunduğunu sizlərlə görmüş oluruq. Bununla da sekvenser daxilində keyframe'lərin işləmə prinsipini və eyni zamanda event tracklərin işləmə prinsipini sizlərlə öyrənmiş oluruq. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. İləride bizləri daha da maraqlı dərslər gözləyir. Bugünkü dərsimiz bu qədər. Hamıya uğurlar.